Apple şirkətinin ən uyğun qiymətə çıxardığı yeni iPhone 16-yı artıq satışdadır. Gəlin bu telefonun xüsusiyyətləri ilə yaxından tanış olaq. Bu model sadəcə ağ və qara rənglərdə buraxılıbdır ki, 128, 256 və 512 yaddaşda bizlərə təqdim olunub. iPhone 16-yı 6.1 düymlük Super Retina X OLED ekrana malikdir. Cihazın ön hissəsi Ceramic Shield texnologiyası ilə qorunur və arxa hissəsi möhkəm şüşə ilə örtülmüşdür. Ən son A18 çipi ilə təchiz edilmişdir. iPhone 16y sürətli və səmərəli işləmə qabiliyyətini təqdim edir. Bu çip Apple Intelligence funksiyalarını dəstəkləyərək istifadəçilərə daha ağıllı və sürətli təcrübə təmin edir. Cihaz 48 megapiksellik Fusion kamera və 2x optik keyfiyyətli zoom imkanına malikdir. Bu yüksək keyfiyyətli foto və videolar çəkməyə imkan verir. Apple iPhone 16y'nin 6.1 düymlük iPhone modelləri arasında ən uzun batareya ömrünə sahib olduğunu bildirir. Bu iPhone 11-dən 6 saat, bütün nəsil iPhone SE modellərindən isə 12 saat daha uzun istifadə imkanı deməkdir. iPhone 16y Type-C portu ilə təchiz olunub. Həmçinin Apple'ın ilk öz dizaynı olan C1 modemi ilə 5G bağlantısını dəstəkləyir. Cihaz təhlükəsizlik üçün əvvəlki SE modelləri ilə müqayisədə Touch ID əvəzinə Face ID ilə bizlərə sürətli giriş imkanı yaradır. Ölkəmizdə bu smartfon ortalama 1800 AZN civarında satılır. Bəs siz necə? Bu modeli bəyəndiniz? Sizə bu modeli almağa dəyərmi? Fikirlərinizi rəylərdə bölüşün.